nəzər yetirək. Uyğunluğu müəyyənləşdirin. Doğru xana və yanlış xanalara baxaq. Sual əvəzi işlənən bütün cümlələr sual cümləsidir. Xeyr, biz bilirik ki, sual intonasiyasını itirmiş sual əvəzlikləri tabeli mürəkkəb cümlədə bağlayıcı söz kimi işlənə bilər. Ona görə birinci sualımız səhvdir. Bir yerə çıxırıq, ikiyə baxaq. Tərkibində nida işarəsi işlənən bütün cümlələr nida cümləsidir. Xeyr, nida işarəsi bəzən hansısa bir cümlə daxilində sözün qarşısında sözü qüvvətli, yüksək intonasiya ilə demək məqsədi daşıdığımız üçün hansısa bir sözün qarşısında da biz nida işarəsi qoya bilərik. Amma o cümlənin nida cümləsi olduğu demək deyil. Ona görə ikinci fikir də səhvdir. İkindən çıxırıq. Cavabımız 3-dür. Nəzər yetirək. Nəqli cümlənin tərkibində nitq hissəsi kimi nida olan cümlənin işlənə bilər. Çağırış nidası işlənə bilər, məsəl üçün. Deməli, bu fikir səhvdir. 4-ə baxaq. Əmr şəklində işlənmiş feillər adətən məqsəd və intonasiyaya görə cümlənin bütün növlərini xəbər kimi çıxış edə bilər. Xeyr, əmr şəkli ancaq feilin əmr şəklinin xəbəri kimi çıxış edə bilər. Cavab deməli 3-4 E variantı.